Artıq hər birimizin dostuna çevrilən süni intellekt hələ öz inkişafının başlanğıcındadır. Gələcəkdə süni intellekt sadəcə sorğulara cavab verməyəcək, həm də bizim yerimizə qərarlar verib, xəstəlikləri əvvəlcədən proqnozlaşdıracaq və hətta yeni elmi kəşflər edəcək. Bəzi tədqiqatçılar süni intellektin insan biliyini də üstələyəcəyini proqnozlaşdırır. Məsələn, 2047-ci ilə qədər maşınların insandan üstün olma ehtimalı 50% kimi göstərilib. Kvant hesablaması kvant fizikasının prinsiplərinə əsaslanır. Kvant fizikası atom və subatom səviyyəsində hissəciklərin necə davrandığını öyrənən elm sahəsidir. Bu sahə göstərir ki, hissəciklər eyni anda bir neçə vəziyyətdə ola bilər və bu xüsusiyyət kvant hesablamasının əsasını təşkil edir. Çünki kvant kompüterləri də məhz bu prinsiplərlə işləyir. Adi kompüterlər bir məsələni həll edərkən hər variantı bir-bir yoxlayır. Amma kvant kompüteri hamısını eyni anda yoxlaya bilir. Bu o deməkdir ki, mürəkkəb hesablamalar saniyələrə enə bilər. Yeni dərmanların hazırlanması, iqlim modelləri, maliyyə analizləri və şifrələrin sındırılması kimi çətin işləri çox daha sürətli görə bilər. Süni intellekt və məlumat emalında inqilab yarada biləcək bir texnologiyadır. Bu texnologiya hələ ilk mərhələsindədir. Kvant kompüterləri çox həssas olduğundan biraz istilik, səs, hətta titrəmə hesablamanı poza bilər. Bu səbəbdən alimlər daha sabit və istifadəyə yararlı modellər üzərində işləyir. Artıq genlərlə oynamaq mümkündür. CRISPR adlı texnologiya sayəsində alimlər xəstəlik yaradan genləri silə, irsi xəstəlikləri tam aradan qaldıra bilirlər. Bu, xərçəngdən tutmuş nadir genetik xəstəliklərə qədər bir çox problemi həll edə bilər. Amma bu texnologiyanın etik tərəfləri də çox müzakirə olunur. Hal-hazırda 5G texnologiyası geniş yayılır. Buna baxmayaraq artıq 6G sistemlərinin də 2027-2030-cu illərdə tətbiq ediləcəyi proqnozlaşdırılır. Bu texnologiya daha yüksək sürət, daha aşağı gecikmə və cihazlar arasında daha sıx əlaqəni təmin edəcək. 6G əşyaların interneti, uzaq tibbi diaqnostika, ağıllı şəhərlər və daha çox sahənin inkişafını gücləndirəcək. 3D çap texnologiyası yalnız plastik və metal obyektlərin istehsalı üçün istifadə olunmur. Son dövrlərdə hüceyrə səviyyəsində çap nümunələri də ortaya çıxır. Bu texnologiya gələcəkdə orqanların çapı, toxuma mühəndisliyi və bioelektronika sahələrində inqilab yarada bilər. Blue Origin kosmik şirkətinin qurucusu və direktoru Jeff Bezos'un proqnozuna görə 10-20 il ərzində məlumat mərkəzləri yer orbitində qurula bilər. Bu, enerji təminatını günəşdən almaq və yer üzündəki infrastrukturu azaltmaq üçün bir fürsət ola bilər. Bu fikir hələ erkən mərhələdə olsa da, kosmik texnologiyaların yüksəlməsi bu tip layihələrin reallığa çevrilmə ehtimalını artırır. Gələcəkdə enerjinin təmiz və bərpa olunan formada istehsalı əsas məsələ olacaq. Texnologiyalar arasında enerji, ətraf mühit və ağıllı sistemlərin birləşdirilməsi dünyanı dəyişə biləcək üsullar sırasına daxil edilir. Bu, günəş, külək, su enerjisi, enerji sıxlığı və enerji saxlama sistemlərinin yeni inkişafları ilə əlaqələndirilir. Metaverse, yəni rəqəmsal kainat. Bu sistemdə insanlar virtual aləmdə işə gedəcək, alış-veriş edəcək və dostları ilə görüşəcək. Gələcəkdə real dünya ilə virtual dünya arasındakı fərq az qala yox olacaq. Hazırda virtual eynəklə mümkün olanlar gələcəkdə sadəcə bir linza ilə reallığa çevriləcək. Dünya əhalisi artır, amma resurslar azalır. Buna görə alimlər laboratoriyada ət, balıq və süd məhsulları istehsal etməyə başlayıblar. Bu, həm heyvanların qorunması, həm də planetin gələcəyi üçün böyük addım hesab olunur. Beyinə yerləşdirilən çip vasitəsilə düşüncə ilə kompüteri idarə edə bilmək. Elon Musk'ın Neuralink layihəsi artıq bu istiqamətdə inqilab yaradır. Gələcəkdə əlilliyi olan insanlar sadəcə düşünərək hərəkət edə biləcək. Bu, bəşəriyyət tarixində yeni bir mərhələ olacaq. Artıq kosmosa getmək təkcə astronavtların işi deyil. SpaceX, Blue Origin kimi şirkətlər insanları kosmosa aparmaq planı qurur. Yaxın illərdə kosmosa səyahət biletini onlayn almaq belə mümkün olacaq.